Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin İzmir valisi Süleyman Elban və bələdiyyə sədri Cemil Tuğa ilə görüşlərində iki ölkə arasındakı münasibətlər haqqında fikir mübadiləsi aparıldı. İzmir və ətraf bölgələrdəki azərbaycanlı ziyalılar, elm və sənət adamları, Azərbaycan diaspora fəalları ilə görüşdə çıxış edən Fuad Muradov bildirdi ki, rəhbərlik etdiyi komitənin fəaliyyətinin əsas hədəflərindən biri xaricdə yaşayan azərbaycanlılar arasında birliyin daha möhkəmləndirilməsidir. Hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan evi, 44 ölkə üzrə 16 koordinasiya şurası fəaliyyət göstərir. Yeni nəsil insanlar, gənclərimiz var. Onlara həm dillə bağlı, həm Azərbaycan mədəniyyəti ilə bağlı, ümumiyyətcə adət-ənənələrlə bağlı müəyyən məlumatlar və bilgilər verilməsi çox vacibdir. Bu baxımdan Diaspora Komitəsi olaraq bu işi biz həyata keçiririk və həm gənclərimiz üçün, həm uşaqlarımız üçün müxtəlif proqramlarımız mövcuddur. Bugün o proqramlar haqqında ətraflı məlumat verdik. İl ərzində müxtəlif bölgələrdə tədbirlər olacaq və çoxlu təkliflər var ki, Azərbaycan evi, Azərbaycan mərkəzləri açılsın. Ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyədə yaşayan Azərbaycan əsilli vətəndaşların cəmiyyətdə daha yüksək mövqelərə inteqrasiyasının əhəmiyyəti, İzmir Bələdiyyəsinin sədri Cemil Tuğa isə iki ölkə arasındakı əlaqələrdən danışdı. Millet olarak zaten biz de onlar da Türk'üz ve o nedenle daha yakın olmamız gerektiği bir gerçek. Bunun için karşılıklı ziyaretler ve şehirlerin birbirini daha iyi tanıması ve tanıtması gerekiyor. Tədbirdə diaspora fəallarının sualları cavablandırıldı, təklifləri dinlənildi. Daha sonra tədbir bədii hissə ilə davam etdi. Ramazan və Novruz bayramları ərəfəsində İzmirdə təşkil edilən tədbirlər həm Türkiyədəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı yeni hədəfləri müəyyənləşdirdi, həm də həmyerlilərimiz üçün əsl bayram şənliyinə çevrildi. Eyni zamanda bu tədbirlər bölgəmizdə davam edən mürəkkəb proseslər vurulğanında Azərbaycanla Türkiyənin əsl sabitlik və təhlükəsizlik adası olduğunu bir daha nümayiş etdirdi. Yalçın Tahiroğlu, Allahverdi Məmmədov, Azərbaycan Televiziyasının Türkiyə bürosu, İzmir.